Salam, qəbula təkrar düşə biləcək sualların 5-ci hissəsinin izahı ilə davam edirik. 25 sualın izahına baxacağıq hər zamanki kimi. Ən birinci başlayırıq təbii ki, birinci sualdan. Hərflərin sırası pozulmuş 5 sözdən 4 arasında məntiqi əlaqə var, bir dənəsi fərqlidir. İndi başlayırıq rahat görsənənlərdən nisbətən. Y variantı Alman, sonra C variantı Litvalı, B variantı Ukraynalı, D variantı Gürcü. Hamısı milliyyətlə bağlıdır, amma yalnız A variantı karnaval oldu. A variantı hər hansısa bir tədbir mənasında. Deməli, fərqli idi A variantı. Birinci sualı bildik, gəldik ikinci sualımıza. Əgər yox, 6 qatar, əgər hardan gördüm, 6 qatar müxtəlif vaxtlarda stansiyadan çıxacaqlar. Saat 7-də, 8-də, düz 12-yə qədər. Elə baxsaz, burada 6 dənə də saat var, düzdür? Yazıb ki, indi L və M qatarları stansiyadan S-dən sonra çıxmayacaq. Və fikir verirsə, bu sual bizim test bankımızın mətn suallarından biridir. O deməkdir ki, deməli, test bankımızın mətn suallarının içərisində nə qədər qəbul sualı var, o yazdığımız nömrələrə yaxşı-yaxşı fikir verin, yaxşı-yaxşı öyrənin ki, təkrar sual düşən kimi anında yaza biləsiniz. Yəni, mətndəki suallar sizin üçün çox önəmlidir, uzun sözün qısası. L və M qatarları stansiyadan S-dən sonra çıxmayacaq deyir. Deməli, L və M stansiyadan S-dən sonra çıxmırsa nə vaxt çıxır? S-dən əvvəl çıxır. Bura olsun əvvəl, burada olsun sonra. Sonraları sağ tərəfə yazacağım, əvvəlləri əvvələ. Oldu. Birinci cümləni qurduq hardasa. İndi bilmirəm L hardadır, M hardadır. Əsas odur ki, bilirəm ki, S-dən əvvəldədir. Çünki L ilə M S-dən sonra çıxmaz. Sonra çıxmazsa əvvəl çıxacaq da məntiqlə, düzdür? Sonra N qatarı M və K-dan əvvəl çıxmayacaq. İndi N qatarı M və K-dan əvvəl çıxmayacaqsa, deməli, N qatarı M və K-dan nə vaxt çıxmalıdır? Sonra çıxmalıdır. Görürsünüz, K-nın da yerini bilmirəm. İndi M-dən əvvəldədir, sonradadır. Oldu. Və yaxud da K L-dən əvvəldədir, sonradadır. Əsas odur bilirəm ki, M-lə K N-dən əvvəldədir. Çünki şərtdə deyir ki, N qatarı M və K-dan əvvəl çıxmaz. Deməli, N qatarı M-lə K-dan əvvəl çıxmazsa, sonra çıxar da, düzdür? Nəticə etibarilə bunların hansının harda olduğunu bilməsək də N-dən əvvəl yazmalı olduq. Oldu. Sonra davamında S qatarı N-dən sonra P-dən əvvəl çıxacaq. Baxın, S qatarı həqiqətən də belə yazanda N-dən sonra olmuş olur. P-dən də əvvəl deyirsə, bir dənə də bura P yazaram. P-dən də əvvəl çıxmış olar. Oldu. Hər bir şeyi qurduq. İndi bir də oxuyuruq. L və M qatarları stansiyadan S-dən sonra çıxmayacaq. Görürsə, həqiqətən də L və M qatarı S-dən sonra deyil. Düzdür? S-dən sonra bir dənə P var. S-dən əvvəldədir bunlar. Oldu. Sonra N qatarı M və K-dan əvvəl çıxmaz. Həqiqətən də N qatarı M və K-dan əvvəldə deyil. Fikir verin, sonradadır. Sonra S qatarı N-dən sonra P-dən əvvəl. Görürsünüz, N-dən sonra P-dən də əvvəldir. Nəticə etibarilə 6 dənə qatar yazdıq. Sadəcə bunları dairəyə alıram ki, bunların hansı birincidir, hansı ikincidir, hansı üçüncüdür, bununla bağlı bir məlumatım yoxdur. Əsas odur bilirəm ki, bunlar ilk üçlükdədirlər. Düzdür? İndi bizə yazıb ki, S qatarı stansiyadan saat neçədə çıxacaq? İndi 9-da, düzdür? Daha doğrusu ən birinci saat 7-dir. 7-də, 8-də və 9-da. Bu 3 saatı, bu 3 qatar tutacaq. Düzdür? Yerdə qalan saat 10-u N, 11-i S, 12-ni də P qatarı tutmuş olacaq. Və nəticə etibarilə S qatarı stansiyadan saat neçədə çıxar? 11-də çıxar. Doğru cavab nə oldu? B variantı. Fikir verirsə 11 özünü burada açığa verir. Oldu 6-cı sual. B variantı. Keçdik növbəti suala. İndi bu sualımızda görək nə var bizim. Test bankınızda yenə görmüsünüz. Sadəcə bizdə sətirdə də üstündə də vurmadı, amma burada biraz qısaca, azca fərqliliyi var. Məncə sınaqda da bu tipdə bir sual görmüşük. 1, 3 qara, zolaqlı, düzdür? Burada ama baxsaq 9 dənədir. Deməli, nə iniyib? 1 vurub 3-ə, bir də vurub 3-ə olub 9. 4, 2, 1. Vurdu hamısının bir-birinə oldu 8. 2, 2. Burada neçə dənədir? Saysaq 12 dənə. Düzdür? 2 dəfə 2, 4. 3-ə vuranda oldu 12. Üstün üzrə baxanda 1, 4, 2. Toplayanda olur 7. Ona görə burada 7 dənədir. 3, 2, 3. Toplayanda olur 8. Düzdür? 3, 1, 2 toplayanda olur 6. Deməli, sağa doğru vururmuş hamısını bir-birinə. Amma üstün üzrə nə edir? Üstün üzrə hamısını topluyor. İndi bizdə bildik ki, sualın yerinə 3 yazılmalıdır qanun uyğunluğun gözlənməsi üçün. Ona görə doğru cavab nə olur? Olur B variantı. Bunu da
Yaratdıq, keçdik növbəti suala. 4 yerə bölünmüş cədvəldir və fikir verirsə cədvəl dərsində dediyim bir dənə bir şey var idi ki, ay uşaqlar, birinci bunun cəmini yoxlayın. Əgər cəm olmasa, sonra başqa şeylər düşünərsiniz deyə. Ya ədəd toplayacaqsınız, düzdür? Ya da bir-bir, rəqəm. Burada baxın, qarma-qarışıq demək olar, hər rəqəmdən var. Qəribə, əcaib ədədlərdir. 23, 16, 55 bir-birinə əlaqəsi olmayan. Ona görə düşünürəm ki, rəqəm toplamı olar. Toplayıram 2, 3, 5 elədi. Sonra üstünə 5 ilə 5-i gəldim 15 oldu. 18, üstünə də bu 7-ni gələndə 1-dən 6-nı gələndə. Oldu 25. Gördük ki, buranın cəmi oldu 25. Bu kvadratın cəmi 25 elədi. İndi 12, 4, 16, 5 ilə 0 gəldik 21, üstünə 3 ilə 1 gələndə 4. Oldu burada 25. Buranı yoxlasaz 10, 11, üstünə 6 gəldik 17, 8 gəldi 25. Burada 25'dir. Qaldı bir dənə buranın 25 olmaq üçün sualın yerinə yazacağımız ədəd. 2 ilə 3-ün cəmi 5, üstünə 6 gəldik 11, üstünə 9-dan 0 gəldik, oldu 20. 25 olmaq üçün nə çatışmır? Rəqəmləri cəmi 5 olan bir ədəd çatışmır. O da hardadır? D variantında. Qısacası tək-tək, dənə-dənə, rəqəm hamısının cəmi kvadratların içərisində 25 olmalıymış. Bunu da bildik. D variantı. Keçdik tez növbəti suala. Sonuncu ilin qəbul sualıdır. Şimal-cənub test bankımızda da var. Qış-yay. Şimalla cənub bir-birinə əksdir, qışla da yay. Məsələn, belə də baxa bilərdik. Şimal yarımkürəsində qış olanda, məsəl üçün Azərbaycan, Rusiya, Avropa ölkələri, cənub yarımkürəsində amma nə olmuş olur? Avstraliya, Antarktida artıq yay olmuş olur. Oldu günəşin ümumi, daha doğrusu yer kürəsinin günəş ətrafında hərəkəti nəticəsində. Qısacası B variantı oldu bu sualımızın doğru cavabı. Tullandıq tez növbəti suala. İndi bu sualda 2 dənə simvolun hasili 56-dır, aşağıdakı ikisinin hasili 48-dir. Elə bunları bir-birinə müqayisə edəndə görürük ki, burada da 2 dənə eyni simvol var. İndi 56 ilə 48 görürsünüz, hər ikisində eyni simvoldan alınıb deyə biz nə etməliyik? Bunları ortaq bölə biləcək rəqəmləri düşünməliyik. Məsələn, 2 filan düşünmək olar, 4 düşünmək olar. Sadəcə olaraq vurma cədvəlinə əsasən 56 7 vur 8-dir, 48 6 vur 8-dir deyə mən biraz daha rahat ədəd olacaq. Həmin o 8-dən başlamağı düşünürəm. 56 da 8-ə bölünür, 48 də 8-ə bölünür. Düzdür? Yazıb yoxlayıram sadəcə. İndi nəyi 8-ə vuranda 56 eləyər? 7-ni. 7 dəfə 8 56. İndi nəyi 8-ə vuranda 48 eləyər? 6-nı. 6 dəfə 8 48. İndi yoxlayaq görək aşağıda hər şey düz gəlir yoxsa yox. Qara kvadrat 6-dır. Qara üçbucaq 7-dir. 7 dəfə 6 42-ni verdi, qutardı getdi. Deməli hər şeyi düz yazmışıq. Necəsə əzbərləyib çıxmışam. Lap əzbərləməyim. Neyniyəcəkdim? Uzaq başı götürüb təsdiqləmiş oldum. Nə deyəsən? Yox, əzbərləyib eləməmişəm uşaqlar. Sonra da götürüb ikiləri məsəl üçün yaza bilərdiniz. Bura yox təbii ki, ikisinə. Bölərdiniz, yoxlayardınız. Uyğunsuzluq olacaq, 4-ü yazıb yoxlayacaq. Sən bu yoxlamaqdan keçir. Oldu. Tam olaraq riyazi yoldan istifadə etməyinizə bir də ehtiyac yoxdur. Ona görə çox uzatmıram bu sualın izahını. 6-6 bölüb riyaziyyata da gedə bilərsiniz, riyazi qayda da yaza bilərsiniz, amma mənası yoxdur. İndi qara üçbucaq 7-dir, baş aşağı üçbucaq 8-dir, qara kvadratda 6-dır. 7, 8, 15, üstünə də 6-nı gəldik, 21-i görüb sevinib yapışdırdıq, getdi. Bu sualda bildik. Növbəti sual belə bir kub sualıdır. Biraz çapda yaxşı görsənməmiş olsa da, amma məncə elə qeyri-adi bir problem yaratmır bu sual bizə. İndi əvvəlcə biz bilirdik ki, bizim qarşı üzlərimiz heç bir şəkildə variantda yanbayan olmaz. Məsələn, n-lənim qarşı-qarşıyadır. Variantda yanbayan verilməməlidir. S ilə x qarşı-qarşıyadır. Variantda heç bir şəkildə yanbayan olmaz. İndi y ilə w qarşı-qarşıyadır. Variantda heç bir şəkildə yanbayan olmaz. Elə baxsaq, bir dənə y ilə w, yəni bu qarşı üzlərin verildiyi variant A variantıdır. Bir dənə A-nı belə çıxacaq, digərlərini amma rahat-rahat çıxa bilməyəcəyik. Deməli, burada baxış formasına, hərflərin bir-birinə baxış forması da önəmlidir. İndi baxaq görək, nəyə görə gəlib cavabı biz tapa bilərik. İndi məsəl üçün baxsaq C variantına. C variantına baxanda biz görürük ki, C-nin yan tərəfi E-nin yan tərəfinə uyğundur. Fikir verin. C-nin yan tərəfi E-nin yan tərəfinə uyğundur. Düzdür? Amma bizim ana şəklimizdə C-nin baş tərəfi, başı E-nin ayaq hissəsinə uyğundur. Düzdür? Bunlar yanbayan dayanmayıblar o şəkildə. Yəni təkrar edirəm, belə yanaşı üzdülər. O başqa məsələ. Baxın, S-in yan tərəfi E-nin yan tərəfinə baxır. Amma biz gördük ki, bizdə yuxarıda başqa cürdür. S-in
baş hissəsi, görürsünüz, N-in ayağına baxır. S-in yanı bizdə əsas ana şəkildə nəyə baxırdı? Y-nın yan tərəfinə baxırdı. Oldu. Amma burada baxın, bu formada verilib. Yuxarıda elə deyil axı. Düzdür? Ona görə heç bir şəkildə olmaz. Deyəcəyiz ki, qutunu çevirsək bəlkə oldu, olmaz. Yanaşı üzlərin bir-birinə baxış forması heç vaxt dəyişmir. Bunu qayda kimi yadda saxlayın. Yanbayan üzlər heç bir şəkildə dəyişmirlər. Bir-birlərinə necə baxırlarsa elə də qalırlar. Oldu? Ona görə dedik ki, C variantı səhvdir. Çünki S-in yanı N-ə doğru baxmırdı. Ona görə bunu rahat-rahat götürüb biz ata bilirik. Hətta baxın, bu dördüncü üzü kəsib bura gətirmək üçün bir qaydamız var. Kəsib buraya yapışdırsaq belə, görəcəyik ki, S-in yenə arxa bel hissəsi yan tərəfi W-ya doğru baxır. Amma burada S-in baş hissəsi W-nun yan tərəfinə baxıb. Yenə istənilən halda C variantını səhv çıxarırıq, atırıq, gedir. Sonra gəldik digər variantlardan. Məsəl üçün, olsun bizdə D variantı. İndi D variantına baxsaq, bu biraz sürüşüb burada, M buradadır, M hərfi buradadır. Oldu. D variantına baxanda, bizim Y-in baş tərəfi baxın, nəyə tərəfdir? Yuxarıya tərəfdir. N-i uzaq başı fırlatsaq, kağız kimi bura. Y neynəsək də N-ə doğru baxacaq da, düzdür? Y-in baş hissəsi M-ə doğru baxmır ki, amma D variantının Y-in baş hissəsi M-ə doğru baxıb. Ona görə D-ni də ata bilərik. Və yaxud da, baxın, Y-in ayaq tərəfi M olan tərəfədir, düzdür? Bunlar bir-birindən birləşirlər. Yəni, qutunu yığanda. Örtülür axı o qapaq kimi. Görürsünüz, Y-in ayaq hissəsi M-ə tərəfdir. Amma bizdə Y-in baş hissəsi M-ə tərəf verilib. Ona görə D variantında bu səbəbdən atdıq, getdi. Yenə Y variantında Y-in ayaq hissəsi M-ə tərəf verilib. Baxıram burada Y-in ayaq hissəsi amma M-in yan tərəfinə birləşəcək. Siz təbii ki, bu qaydaları bilmirsiniz deyə biraz bununla bağlı bir problem yaşamış ola bilərsiniz. İndi ona görə mən məsəl üçün deyirəm ki, yuxarıda və aşağıda olan üzləri, bu ortadakı 4 dənə üz boyunca 90 dərəcə o tərəf bu tərəfə fırlada bilərsiniz. Məsəl üçün, indi biz bu M-i götürüb 90 dərəcə fırlatsaq, fırlatdıq. Fırladanda baxın, sanki bunlar bir-birinə yaxın olan hissələr bir-birindən birləşəcək. Bunu 90 dərəcə fırladanda M artıq gəlir. Bunlar bir-birinə yapışacaq deyə. M gəlir, belə dayanır. Görürsünüz, M burada bu vəziyyətdə dayanmış olur. Belə olanda biz görürük ki, Y-in ayaq hissəsi M-in yan tərəfinə baxır. Amma bizdə Y-in ayaq hissəsi M-in ayaq hissəsinə, ayaqlarına doğru baxıb. Ona görə Y variantında rahat-rahat ata bilərik. İndi bir də baxın B variantına. B variantında artıq hər şey qaydasındadır. Məsələn, diqqətlə baxın bu ikisinə. Buradakı ikisinə. Y-in ayaq hissəsi M-in düz yan tərəfinə baxır. Elə fikir verin, bu ikisinin vəziyyəti buradakı kimidir. Düzdür? Deməli, B variantında bu hissə doğrudur. S ilə M-in vəziyyətdə doğru olsa, deməli, B variantı tam cavabımızdır. İndi baxaq. Fikir verin, M-in baş hissəsi S-in ayaq hissəsinə uyğundur. M-in baş hissəsi S-in ayaq hissəsinə uyğundur. Deməli, B variantında hər şey qaydasındadır. Sonra S-in yan hissəsi, görürsünüz, S-in yan hissəsi Y-in yan hissəsinə doğrudur. İndi burada da S-in yan hissəsi Y-in yan hissəsinə doğrudur, paraleldir. Ona görə doğru cavab olmalıdır B variantı. Çox özünüzü, yəni aşırı dərəcədə demotivasiya eləməyin bu məsələdə. Kubla bağlı çox qəşəng videolarımız olacaq. Heç bir probleminiz qalmayacaq. Əgər bu dərslərdən sonra kubu öyrənə bilmirəm desəz, mən bu işi buraxım gərək. Həqiqətən onu deyirəm sizə, özümə həqiqətən ümumi təhqir kimi qəbul edirəm bu məsələnin nə məsələdirsə. Deməli, keçdik növbəti suala, bu suala. Bu sualda elə çətinlik yaşadığınızı düşünmürəm. 4 dənə şəkil var. 1, 2, 3, 4. Bizə üçüncüsü lazımdır. İndi baxsaq, plus işarəsi buradadır, ortadadır. İndi harada olmalıdır? Aşağıda olmalıdır. Düzdür? İndi aşağıda plus harada varsa saxlayıram. Atdım, 2 dənə variant qaldı. Görürsünüz, plus buradaydı. Keçdi ortaya, gəldi sağ aşağıda ən küncə. Yolu bitib deyə növbəti şəkildə yenə ən başdan başlayıb. Oldu? İndi başqa bir simvol olsun, fərqi yoxdur, onlara baxsaq. Sadəcə çox bilmiş eləyib variantlara baxsaq yaxşı olar ki, onlar arasında fərqli olan bir şeyə baxasınız. Məsəl üçün, nə olmuş olsun? Olsun smailik. Gör, smailik. Bunları silim əvvəlcə. Buradaydı, düzdür? Yolu bitib deyə. Hardan başlayıb? Başdan başlayıb. Görürsünüz, başdadır. İndi sualın işarəsinin yerində ortada olacaq, növbəti şəkildə ən aşağıdadır. Yəni, bir-bir yerində. Şimdi smailik bizdə ortada olmalıdır. Haradadır? A variantında. Seni də atdıq, getdi. O birisləri artıq yoxlamaq qalır sizə. İndi 50-yə qədər olan natural ədədlərin neçəsinin yazılışında 4 rəqəmindən istifadə olunub.
Ədəd kiçikdirsə, elə bir-bir yazmağınız daha məsləhətlidir uşaqlar. Əgər ədədlər böyüksə, onda artıq xüsusi qaydalarımız filan var. Onlar ədəd məsələlərini onsuz da keçmiş olacaq. Oldu, hələlik elə mən də yazıram addım-addım. Bir də düsturla filan nəyləsə beyninizi qarışdırmaq istəmirəm. 50-yə qədər olan natural ədədlərin neçəsinin yazılışında 4-dən istifadə olunub. 4-dən 1/4-də istifadə olunub 57-yə qədər. Sonra 14-də, 24-də, 34-də, indi baxın 40-da, 41-də, 42-də, 43, 44, 45, 46, 47, imtahan qutardı, 48, nə oldu? Bir də oldu 49. Bunları yazdıq. İndi baxın deyir, neçə ədədin yazılışında 4 rəqəmindən istifadə olunub. Məsəl üçün 84 ədəddir. Oldu. 1, 2 rəqəmli ədəddir. Amma məsəl üçün 0-dan 9-a qədər olanlar, məsələn, buradan götürək 7. 7 həm rəqəmdir, həm ədəddir. Çünki biz 7 rəqəminin köməyi ilə bir rəqəmli 7 ədədində düzəldə bilərik onluq say sistemində. İstəsək 2 rəqəmli, məsələn, 77 ədədində düzəldə bilərik. Oldu. Deməli, 0-dan 9-a qədər həm rəqəm, həm ədəd deyə bilərsiniz. Amma 9-dan yuxarı olanlar ədədlərdir. Bizdə soruşur ki, neçə ədədin yazılışında 4 rəqəmindən istifadə olunub? 1, 2, görürsünüz ədədlərdir. 3 ədəd, 4 ədəd, 5 ədəd, 6 ədəddə 4 var hələ ki. 7 ədəddə, 8-də, 9 ədəddə 4 var hələ ki. 10, 11, 12, 13, 14. Deməli, 14 dənə ədədimizdə bizim 4 var. Doğru cavab oldu C variantı. Bəziləri deyirsiniz ki, bəs axı burada 2 dənə 4 var. Baxın, burada diqqətli olun. Artıq bunu öyrənin mütləq. Oldu. Yadda saxlayın ki, bizə demir ki, neçə dənə 4 rəqəmindən istifadə olunub. Sadəcə deyir ki, neçə ədəddə, ədədlərin neçəsində 4 rəqəmi var. 4 rəqəmi istifadə olunub. 44-də baxın, 44 ədədində sizdən soruşuram. 4 var, 4 rəqəmi var. Siz də deyirsiniz, bəli var. 44 ədədi bir dənə ədəddir də. Görürsünüz, bir dənə 44 ədədində 4 var. Yəni, bu 44 ədədi özü bir dənə ədəddir. Mən desəm ki, 44 ədədində neçə dənə 4 rəqəmi var? Hə, onda artıq siz götürüb dənə-dənə bunların hamısını sayarsınız. Bizdən 4 rəqəmlərinin sayını soruşmur ki, dənə-dənə 4 rəqəmlərini sayaq. Bizdən 4-ün iştirak elədiyi ədədlərin sayını soruşur. Biz də baxdıq ki, 44-də 4 iştirak eləyib, bəli, bu bir ədəd. Bu 2, bu 3, bu 4, bu 5, bu 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. Cavab da oldu 14. Qutardı, getdi. Sonra növbəti sual. Kapitalist, baxın görüm kapitalist D-dədir, sosialist B-dədir, imperialist, kommunist, qaldı nə? Publisist. Publisistika ədəbiyyatla bağlı anlayışdır, amma digərləri dövlət quruluşu forması ilə bağlıdır. Oldu. Hamısı sistemlərdir, ona görə digərlərindən fərqlidir. A variantı götürdük biz A variantını. İndi o sözləri bilməyiniz üçün təbii ki, bu kimi sözləri siz heç olmasa həyatınızda bir dəfə ya tarixdən, ya deyək ki, iqtisadiyyatdan filan eşitmiş olmağınız lazımdır. Sonra gəldik bu suala. Bu sualın bu il düşmə ehtimalını real görürəm. Biraz fərqli formada da ola bilər, amma qrafik formasında bu şəkildə bir şey imtahanda olar. Deyir ki, hansı ildə alma və armud yığımı arasındakı fərq 5970 kiloqram olub. Bu bizdə alma yığımıdır, bu da ki, armud yığımıdır. Yuxarıda sentnerlə verilib, bura kiloqramla verilib. 1 sentner bizdə, yazıram bir kənardan. Özdə analogiya mövzusunda bunu da demişəm. Sentner bərabərdir 100 kiloqrama. 100 kiloqram. O deməkdir ki, 2001-ci ildə nə qədər alma yığılıb? 30 sentner. 30-u vuruq 100-ə 3000. Görürsünüz, bura 3000-dir. Bura artıq 4000-dir. 100-ə vururuz hamısını bunların. Rahat görməyiniz üçün. Bura da 3000-dir. Sonra bura 5000. Bura 6000 artıq. 6000. Daha doğrusu burada 5000-dir. Eyni səviyyəymiş. Yuxarı yazmalıyam 6000. 5000. Bura oldu 6000. Oldu. Aşağıda oldu 2000. Görürsünüz, bunları yazdıq. Aşağıdakıları tərpətməyə ehtiyac yoxdur. Görürsünüz, artıq burada kiloqramla oldu. Burada kiloqramla oldu. Hamısı kiloqramlandır. Aşağıda da onsuz da kiloqramlandır. 60, 70, 50. Yəni görürsünüz, kəsişmə hissələrinə baxırsınız sadəcə. Sonra bura 60, bura 30, burada nə oldu? 40. Deyir ki, hansı ildə alma və armud yığımı arasındakı fərq 5970 kiloqram olub. Məsəl üçün 2001-ci ilə baxmış olsaq biz,
Bu hissələrə baxında görürük ki, Almanya ilə armud yığım arasındakı fərq 3000 çıxılsın 60 nə qədər olub? 2940 kiloqram olub. Oldu, sadəcə bir-birindən çıxırsınız. Hər halda 5970 olmağı üçün aralarındakı fərq 4000-dən 70-i çıxanda 2002-ci ildə də əldə edə bilməliyik bu göstəricini. Və 3000-dən buradakı 50-ni çıxanda 2003-cü ildə də 5970 alınmayacaq. 5000-dən nə isə çıxanda görürsünüz 2004 və 2005-ci illərdə yenə də bizdə yəni 5970 kiloqram qala bilməz. Eyni şəkildə sonuncu ilə baxın. 2007-ci ildə də 2000-dən biz 40 kiloqram çıxsaq, hər halda 5970 alınmayacaq. Amma bu hissəyə baxın, 6000 kiloqramdan, yəni 60 sentnerdən 6000 kiloqramdan biz 30 kiloqramı çıxmış olsaq, həqiqətən də 5970 kiloqram eləmiş olacaq. Oldu. 5970-in üstünə 30 gələndə həqiqətən də 6000 kiloqramı verir. Almanya ilə armud arasında, yığım arasındakı fərqin bu qədər olduğu il nə vaxtı? Bizdə 2006-cı ildir. Ona görə olmalıydı C variantı. Bunu da bildik, keçdik növbəti suala və sizə göndərdiyim onlayn sınaqlardan birində də bu tipdə bir sual var idi, görmüşdünüz. Oldu. Yəni də bunları təkrar işləməniz önəmlidir. Hətta axırıncı, yəni deyək ki, imtahana 10 gün qalmış, bunların izah elədiklərimi təkrar daha vacib gördüklərimi, düşündüklərimi qarışdırıb yenə qarşınıza çıxaracağam və həmin vaxtı deyəcəm ki, artıq sizin hamısını düz yazmaq, yəni başqa səhv yazmaq şansınız yoxdur. Düz yazmalısınız deyə sizdən tələb eləmiş olacağam. İndi gəldik bura. Qanun uyğunluğu müəyyən etməliyik tərəzi sualıdır. Məsələn, görürük ki, burada P nəyə bərabərdir? S K-ya. Ən azından əvəz etmə varsa, toplamanı filan boş verib birinci əvəz etməni eləsəz daha yaxşıdır. İndi P-nin yerinə SSK-nı aparıb yazıram. Yazıram S-K. P artıq yoxdur. İndi hər tərəfdən eyni olanları ata bilərəm, islah eləyə bilərəm. Məsəl üçün, burada da 2 dənə S var, burada da 2 dənə S var. Atdım. Belə olanda nə oldu? Bir dənə S bərabər oldu 2 dənə K-ya. Görürsünüz, bir dənə S oldu 2 dənə K. Bir dənə S-in yerinə nə yazırıq? Yazırıq bura 2 dənə K. İndi baxıram 2 dənə K hardadır? Y variantında qutardı, getdi. Bu sualda bildiksə, keçdik növbəti suala. Bu sualda elə qeyri-adi bir çətin olmamalıdır. 1. Bir də domino gördük, çalışın ədədləri yazın yanına. Çünki ədədləri yazanda, yəni daha yaxşı bir şəkildə görsənir gözə psixoloji olaraq. 1, 2, 3. İndi aşağıda 4 olmalıdır. Aşağıda 4 olan elə bir dənə variant var. 3, 4, 5. İndi yuxarıda 6 olmalıdır. Yuxarıda 6 olan bir dənə variant var. Yenə də, daha doğrusu 2 dənə variant var idi. Onsuz da bir dənə variantımız qalmışdı. Oldu. A variantı yuxarısında demiş olduq. Bu da gedəndən sonra qalır. Məntiqdən demək olar ki, bir-iki sualımız. Bir şirkətin işçiləri digər şirkətin işçiləri ilə deyir, dostluq etmirlər. Deməli, məsəl üçün bilmirəm hal-hazırda neçə şirkətdir. Görürsünüz, şərtdə bundan bağlı bir şey demir. A, B şirkət də ola bilər, C şirkət də ola bilər. İndi bir qədər sonra məlum olacaq bəzi şeylər. Hər bir şirkətin işçiləri öz aralarında bir-birlərinə dostluq edirlər. Yəni, magistrolun müəllimləri məsəl üçün öz müəllimlərindən dostluq edir, başqaları ilə yox. Oldu. Əslində elə deyil təbii ki. Sonra məsəl üçün deyək ki, başqa bir şirkətdir, öz işçiləri arasında dostluq edirlər, bizdən yox. Yəni, o şəkildə baxmalısınız məsələyə. İndi faiqlə natiq dostdular. Əvvəlcə bundan əvvəl mən baxıram görüm hər zaman insanlar kimlərdir, sayları nə qədərdir. Yazıram bir kənardan. Amma siz birbaşa elə danaya dalırmış kimi girirsiniz söhbətə. Çalışın elə şeylər eləməyin. Səliqəli olun bu məsələdə, çünki diqqət tələb edir. Yoxsa aləmi qatacaqsınız bir-birinə. Xosunvay eləyəcəksiniz test. Eləməyin. Oldu? Deməli, Xosunvay sözü uşaqlar bu arada sizdə var, yoxsa yoxdur? Bunu mənə müəllimlərimizdən biri öyrədib, adını deməyim hələ ki. Maraqlı sözdür yəni. Deməli, natiq, Yunis, sonra yenə şifrəli söz işlətmiş oldum. Rəylərə yazarsız görək. Xosunvay sizdə varmı, yoxsa yoxmu? Səfər, səfərli yazdım. Səfərli holding. Səfər, İlqar, bir də kim? Rəsul. Baxaq görək, hər kəsin adını yazdım mı? Faiq natiq yazmışam, Yunis. Burası Səfər İlqar gedib. Rəsul yazmışam, Yunis var idi. Natiqlə İlqar da yazmışam. Bəli, gördük ki, 6 nəfər var. Gözümüzün önündə olan da bəzi şeyləri analiz eləmə qabiliyyətimiz yüksəlir. İndi faiqlə natiq dostdular. Yazdım faiq, natiq. Deməli, eyni şirkətdirlər. Bu olsun məsəl üçün A şirkəti. A şirkətində faiqlə natiqi işarələdim. Birinci cümlə əla, tamamladım beynimdə. Yunisin deyir, bir dostu var. İndi Yunisin bir dostu varsa, indi bilmirəm, Yunisi götürüm mən bura yazım,
yoxsa başqa bir yerə yazım? Onu hal-hazırda özüm düşünmüş olacağam. Fikirləşirəm ki, görək Yunisi bura yazmış olsaq nə baş verər? Görsə yazdım. Yunis, düzdür? Yunisin bir dostu var. İndi belə yazsam sizcə düzdür yoxsa yox? Tamamən səhv edirəm də, düzdür? Çünki Yunisin bir dostu varsa, Yunisi nəyə bura yazırsan? A şirkətindədirsə avtomatik bu faiqlə də, natiqlə də dostluq eləməlidir axı. Uşaqlardan biri göndərmişdi bu şəkildə. Görsə, əgər biz konkret olaraq A şirkətinə Yunisi yazsaq, axı Yunisin bir dostu var. Eyni şirkətin nümayəndələridirsə bunlar bir-birlərindən dostluq eləməli idilər. Artıq biz şərti, qaydanı pozmuş oluruq. Ona görə nə etməliyəm? Yunisi götürüb yazmalıyam mən ayrıca. Yəni, başqa bir yerdə. Görsə yazdım, deyək ki, Yunis B şirkətindədir və Yunisin bir dostu var. Götürdüm. Buranı da işarələmiş oldum. Əla. Sonra Səfərlə İlqar dost deyillər. Deməli, Səfərlə İlqar bunlar bir yerdə ola bilməzlər. Dost deyillər. Onda belə çıxır ki, biri burada olar, biri burada. Bilmirəm, bəlkə də başqa C şirkəti varsa, həmin o C şirkətində də ola bilərlər deyə düşünürəm. Bunu bir qədər sonra bilmiş olacağım. Konkretləşəcək yəni. İndi davamında Rəsulla Yunis dost deyillər. Deməli, mənim buraya yazacağım ad Rəsul deyil. Görsə Rəsulu mən bu hissədə B şirkətində istifadə eləməyəcəm. Buna da plus qoyuram. Sonra Səfərlə İlqar dost deyildilər. Bununla qurmuşam. Yunisin bir dostu var. Bununla qurmuşam. Natiqlə İlqar dostdular. Görürsünüz, tez gətirirəm İlqarı. Yazıram, qeyd eləyirəm bu hissəyə. Artıq İlqarı buraya yazandan sonra mənim üçün çox şey başdan ayağa aydın olmuş olur. Çünki şərtdə yazmışdı ki, bu hissədə Səfərlə İlqar dost deyillər. Əgər İlqarı Natiqlə dost elədiksə, A şirkətinə yazdıqsa, artıq biz Səfəri bura yaza bilmərik. Çünki dost deyillərsə, bunlar eyni şirkətdə deyillər İlqarla. İlqarla eyni şirkətdə deyillərsə, artıq avtomatik, deməli, digərlərindən də eyni deyillər və digərlərindən də dost deyillər. Oldu? Yəni, digərlərindən də dost deyil Səfər. İndi bu Səfəri mən ya götürüb yazmalıyam bura, ya da düşünməliyəm ki, nəsə başqa bir C şirkəti də var. İndi C şirkəti niyə olmaz? Əgər biz götürüb C şirkəti yazmış olsaq, düzdür? Səfəri götürüb bura qeyd eləsək. Düzdür? İndi axı bu Yunisin bir dənə dostu var. Yunisin dostu Faiq deyilsə, Natiq deyilsə, İlqar deyilsə, yanında da qeyd eləmişik. Rəsul deyilsə, bir nəfər qalır. 6 nəfərdən 4-ü Yunisin dostu deyilsə, bir nəfər özüdür. Yerdə qalan bir nəfər də gərək Səfər olsun da, bir dənə dostdur. Düzdür? Mən götürüb artıq C şirkətini də yaratmış olsam ayrıca bu hissədə. Yaratmış olsam, bu pozulsa indi qəş olacaq. C şirkətini yaratmış olsam, onda artıq, yəni burada Səfər tək olacaq, burada Yunus tək olacaq, aləm dəyəcək bir-birinə. Və yaxud lap deyək ki, Rəsulu götürdünüz, yazdınız Səfərin yanına. Belə olanda da Yunus yenə tək qalmış olacaq. Görsə artıq buradan məntiqlə tuturam ki, burada elə 2 dənə şirkət var. İndi Səfər İlqarla dost deyilsə, Səfər avtomatik A şirkətində deyilsə olur B şirkətində. Səfəri yazdım bura. Və Yunislə Rəsul dost deyilsə, Rəsul B şirkətində deyilsə avtomatik harda olur? Olur A şirkətində. Qutardı, getdi. İndi soruşur ki, 6 nəfəri görürsə, ikisi burada, 4-ü burada. Soruşur ki, bizdə Faiqin şirkətində neçə dostu var? Əgər desəydi bunlar neçə dostdular, cavab olacaqdı 1, 2, 3, 4. Yəni Faiqgil 4 dostdular. Amma Faiqin şirkətdə neçə dostu var? Öz-özünün dostu demək düzgün olmaz. 3 dənə dostu var, doğru cavab olur A variantı. Və mən indi bunu bir də sürətli bir şəkildə deyirəm sizə. Baxın, görün, qısa olaraq nə elədik? Birinci adlarımızı yazdıq. Faiqlə Natiq dostdular. A şirkəti var, bir də B şirkəti var. Tez işarələdim. Faiqdir, bir də Natiqdir. Bunlar dostdular. Oldu, 2 nəfər getdi. 4 nəfər qalıb yaza biləcəyim. Səfərlə İlqar dost deyillər. Gör, Səfərlə İlqar eyni yerdə olmaz. Yunisində bir dənə dostu var. Oldu, Yunisi buraya yaza bilmirəm. Çünki artıq burada 2 dənə dost olmuş olacaq. Əgər bu şirkətdədirsə Yunis. Ona görə Yunisi götürdüm. Yazdım bura, Yunisin bir dənə dostu var. Oldu. Bu cümlələri qurmuşam, bunu da qurmuşam. Rəsulla Yunis dost deyillər. Rəsulla Yunis dost deyilsə, Rəsul avtomatik, bayaq dedik, 3-cü şirkət ola bilmir. Götürüb Rəsulu yazdıq bu hissəyə. Sonra Natiqlə İlqar dostdular. Görürsün, Natiqlə İlqar dostdularsa İlqarı yazdım bura. İndi fikir verin,
Faiqin yeri məlumdur, Natiq məlumdur, düzdür? Rəsul məlumdur, Yunusin yeri məlumdur, İlqarın yeri məlumdur. Kim qaldı? Bir dənə Səfər qaldı. Səfərlə də İlqar bir yerdə deyildilər. Onsuz da Səfəri buraya yaza bilmirdik. Səfəri avtomatik götürdük, qeyd elədik bu hissəyə. Və nəticə etibarilə gördük ki, Yunusin həqiqətən də bir dostu var. Deməli, Yunusin şirkətində elə 2 nəfərdilər bunlar işçi kimi. Oldu. Təbii ki, burada şərti nisbi yanaşırsınız məsələyə. O boyda şirkətdə filan, yəni konkret olaraq çox geniş düşünüb deməyin ki, necə 2 nəfər olur filan, bunlarla işimiz yoxdur bizim. Oldu. Hər hansısa bir müəssisə, hər hansısa bir deyək ki, iş sahəsi filan da ola bilər bu bölmələr. Onlarla işimiz yoxdur. Nəticə etibarilə A-ya baxırıq. A-da da görürsünüz ki, 4 nəfərdir. Bizdən nəyi soruşurdu? Faiqin şirkətdə neçə dostu var? Faiqin 3 dənə dostu var. Doğru cavab olur. A variantı. Soruşsa neçə dostular? 4 dostular. Görürsünüz, ümumilikdə 6 nəfər var idi. Hamısını yerləşdirmiş olduq. Uzun sözün qısası bu testimizin cavabını bildik. Tullandıq tez növbəti sualımıza. Sonra zəmbillərdə müxtəlif sayda 5, 6, bu sual biraz nisbətən qəliz ola bilər deyə diqqətli olun. 12, 14, 23 və 29 yumurta var idi. Deməli, zəmbillərdir. Zəmbillərdə bu sayda yumurtalarımız var. Bəzi zəmbillərdəki yumurtalar toyuq, digərlərindəki isə qaz yumurtaları idi. Məsəl üçün, deyək ki, bu toyuq olan yumurtadır, zəmbildir. Toyuq yumurtaları olan zəmbildir. Düzdür? Bu məsəl üçün özümdən atıram. Nə idi? Qaz. Qarışıq deyil yəni zəmbillərdə. Məsələn, 29 dənəlik yumurta olan zəmbil qazlısa qazdır. Orada həm toyuq, həm qaz yoxdur. Oldu. Bəzi zəmbillərdəki yumurtalar toyuqdur. Görürsünüz, məsəl üçün bundan bu zəmbildə. Bəzilərində də məsəl üçün deyək ki, qazdır. Deyək ki, bunlarda da qazdır. Oldu, məlumatımız yoxdur. Birazdan biləcəyik nədir. Zəmbillərdən biri satıldıqdan sonra, yəni bunlardan hansısa birini satıb, satandan sonra deyir, toyuq yumurtalarının sayı, yəni yerdə qalanların hamısını, bütün yumurtaları sayandan sonra toyuq yumurtalarının sayı, görürsünüz, toyuq yumurtalarının sayı olsun bu. Toyuq yumurtalarının sayı. Qaz yumurtalarının sayından deyir, 2 dəfə çox oldu. Deməli, qaz yumurtaları deyək ki, x-dırsa, toyuqda 2 dəfə çoxdur. 2 vur x-dir. Nə vaxt oldu? Bunlar satılandan sonra. Hər hansısa bir dənə zəmbil satılandan sonra daha doğrusu oldu. İndi ki, hansı zəmbil satıldı? İndi biz burada məntiqlə təxmin eləməliyik. Məsəl üçün, baxın, deyək ki, içində 12 dənə olan, 12 dənə yumurta olan, burada olan sözləri sola düşüb. Əsl odur ki, siz bilirsiniz. Deməli, 12 dənə yumurta olan deyək ki, zəmbili satdıq. 5 dənə zəmbilimiz qalır. Düzdür? 1, 2, 3, 4, 5. İndi bu zəmbildəki yumurtaları toplayın. 5 ilə 6-nın cəmi 11. 11-in üstünə 14 gəldik. Neçə oldu? 25. Üstünə 23-ü gəlmiş olduq. Oldu 48. Üstünə də 29-u gəldik. Oldu 77. Olmuş oldu 77 yumurta. Deyək ki, satılan, bizdən soruşur ki, hansı zəmbil satılıb, onu tapmalıyıq. Görək, indi 77 yumurta qalır belə olanda. 12, içində 12 dənə yumurta olan zəmbil satılıb, yoxsa yox, onu axtarıram. Mən baxan kimi deyirəm ki, içində 12 yumurta olan zəmbil satıla bilməz. Nəyə görə? Çünki topladım, yerdə qalan yumurtaların hamısının sayı 77 oldu. Axı deyir, yerdə qalan yumurtaların sayına əsasən toyuq yumurtalarının sayı, qaz yumurtalarının sayından 2 dəfə çoxdur deyir bizə. Belə olanda baxın 2x plus x. Bütün yumurtalar, toyuqlar budursa, qazlarda budursa, bütün yumurtalar 3x olmalıdır da. Baxın 3x bərabərdir 77 eləsək. 77 3-ə bölünür heç? Bölünmür. Düzdür? 77 3-ə bölünmür deyə. Biz nə? Qaz yumurtalarının sayını, natural ədəd olmalı da bu, bölünən bir şey olmalı. Nə qaz yumurtalarının sayını tapa bilirik, nə də ondan 2 dəfə çox olan toyuq yumurtalarının sayını müəyyənləşdirə bilirik. Çünki 77 3-ə bölünmür. Yəni toyuq yumurtalarının qaz yumurtalarından 2 dəfə çox olma ehtimalı olmur belə olanda. Buradan düşünürəm ki, 12 yumurtalı zəmbil satılsa, heç bir şəkildə toyuq yumurtaları qaz yumurtalarından 2 dəfə çox qala bilməz. Çünki 1x-sa, digəri 2x-sa, bir yerdə 3x eləyir, 77 3-ə bölünmür. Yəni 77-ni 2 hissəyə bölün, elə bölün ki, toyuq yumurtaların sayı qaz yumurtaların sayından 2 dəfə çox olsun. Mümkün yoxdur, olmayacaq. Ona görə A variantı cavab deyil. Oldu. Ona görə götürdüm, dedim ki, 12 yumurtalıq zəmbil satıla bilməz. İndi B variantı içində 14 yumurta olan zəmbil. 14 yumurta olan zəmbil satılsa, toplayırıq yerdə qalanları. 5, 6, 11.
12 gəldik. 23, 23 gələndə 46, 46-ın üstünə 29 gəldik, 75 elədi. Deməli 75 yumurta varsa 3x 75-ə bərabərdir, x də bərabərdir 75 bölünsün 3, 25. Baxın, qaz yumurtalarının sayı olsun 25, düzdür? Toyuq yumurtalarının sayı da olsun 50. Görürsünüz, 2 dəfə çox olur. Düşünürəm ki, tez bu 14 yumurtalı zəmbil satıla bilər. Amma unutduğum bir şey var burada. Diqqətli olmalıyam. Deyək ki, burada hər şey qaydasındadır. 50 əla. 2 dəfə çoxdur qaz yumurtalarından. Amma axı bizim bayaq işlətdiyimiz bir cümlə var idi. Zəmbillərdə ya toyuq yumurtası olur, ya da qaz yumurtası olur. Qarışıq olmur. Görək heç elə 2-3 dənə zəmbili toplaya bilərik ki, biz toplayanda toyuq yumurtalarının sayını 50-ni versin. Baxaq görək olur belə bir şey, yoxsa yox. Toplayaq. Məsəl üçün 29-dur, düzdür? Üstünə gəlmək, elə bir şey gəlməliyəm ki, 50 olsun. 21-i formalaşdırmalıyam. 29-un üstünə mən 23-ü gəlsəm, neçə eləyəcək? 50-ni aşacaq. 50 yumurta formalaşdıramıram. Yəni desəm ki, bununla bu toyuq zəmbilləridir. Toyuq yumurtası olan zəmbillərdir. 50-ni vermir mənə. Başqa cür. 29-la mən götürüb, deyək ki, 5-i toplayım. Olsun 34, 6-ını toplayım 40. 12-in gələndə 52 yumurta oldu. Olmadı. Və yaxud da 23 ilə yoxlayın. 23-ün üstünə 27 düzəltmək lazımdır ki, gəlsin 50-dən yumurta eləsin. 23-ün üstünə, yəni buradan uzaqbaşı 23-ü toplayacam, 46 eləyəcək. Yəni görürəm ki, 50 yumurtaya çatmır. Yəni zəmbillərin içərisində ancaq toyuq və yaxud da ancaq qaz yumurtası olur. Biz toplayanda 50 ilə 25 sayını alındıra bilmiriksə, heç bir şəkildə mümkün olmayacaq. Görürsünüz, mən 50-dən yapışdım. Siz rahat olan qaza da baxa bilərsiniz. 25 dənə, elə bir 2 zəmbili toplayın ki, 25 dənəlik qaz yumurtası olsun orada. Əgər bu zəmbili götürsək 23. 2 yumurtalı, 2 qaz yumurtalı zəmbil yoxdur axı burada. Və yaxud da bu 12-ni götürsək, 12-ni hansı zəmbillərlə, zəmbildəki saylarla toplayanda 25 ala bilərik? Heç biri ilə. Ona görə heç bir şəkildə deyirik ki, satılan içində 14 yumurta olan zəmbil deyil. Ona görə bunu da atdım. Yəni bir-bir belə yoxlayıram. İçində 5 olanı sürətli yoxlasam. Atdım. 6, 12. Topladıq 18. Üstünə 14-ü gəldik. 32. Düzdür? Üstünə 23'ü gəlmiş olduq. Oldu 55. Üstünə 29'u gəldik. Oldu 84. 3x 84'ə bərabərdir. X bərabərdir. 84 bölünsün 3, yəni 28. Şimdi gördük ki, qaz yumurtası 28, düzdür? 28'də 2'ye vuranda toyuq yumurtası 56. 56 28'dən 2 dəfə böyükdür. Burada hər şey qaydasındadır. Amma yenə də nə etməliyəm? Elə eləməliyəm ki, bir neçə zəmbili toplayanda, görürsünüz, toyuq yumurtalarının sayı 56 alınsın. Digərlərini toplayanda qaz yumurtalarının sayı 28 alınsın. İndi məsəl üçün baxın, bu 2 zəmbili toplasam 26 eləyir. Gərək onda 2 yumurtalı zəmbil olardı ki, bu 28 alınaydı. Olmur. İndi 23'ü toplasam, 23'ün 28 olmaq üçün 5 çatışmır. Amma bunu satış kimi istifadə eləmişik axı, 5 yumurtalı zəmbili. Ona görə də heç bir şəkildə görürük ki, burada da yenə 28-i 56-nı biz alındıra bilməyəcəyik. Bir də şu uşaqlar, baxın, mən bu sualı izah elədikcə siz artıq vahimə bürüyüb bu dəqiqə. Bəs bunun rahat yolu yoxdurmu deyə filan. Yəni siz o rahat yol dediyiniz bir şeyi belə, bunun üçün bir çıxarsaq belə biz sizə. Yəni siz onu rahat-rahat, yəni imtahana görüb yaza bilməyəcəksiniz. Ona görə çalışın, xırdalayın. Hər şeyin rahatına qaçmayın. Çətin şeylərdir bizi öyrədən. İndi D variantı. İçində 29 yumurta olan zəmbil. Yoxlayaq. 29 yumurtalı zəmbili satsaq. Görürük ki, 5-in altın cəmi 11. Üstünə 12-in gəldik 23. 23-dən topladıq 46. Üstünə də 14 gəlində 60 elədi. İndi 3x 60'a bərabərdir, x də bərabərdir. 60 bölünsün 3, 20. Deməli, görürəm ki, qaz yumurtasının sayı 20, toyuq yumurtasının sayı 40 olanda 2 dəfə çox olmuş olur. Bunlarda 2 dəfə çox məsələsi ödəndi. Qaldı görək indi biz yuxarıda 40 ilə 20-ni düzəldə bilirik, yoxsa yox. Əgər düzəldə bilsək, deməli, hər şey qaydasındadır. İndi baxın, 20-ni düzəltmək rahatdır. 14 ilə 6 yumurtalı zəmbilləri deyərəm ki, bunlar qaz yumurtası olan zəmbillərdir. Həqiqətən toplayanda 20-ni verir. Yerdə qalan 23'dür, 12'dir, topladım 35, üstünə də 5 gələndə oldu 40. Bunlar da toyuq yumurtalı zəmbillərdir. Və bunlar da həqiqətən nəyi verdi? Bizdə 40'ı verdi. Görürsünüz, 40 yumurta, toyuq yumurtası 20 qaz yumurtasından 2 dəfə çox oldu belə olmaqla. Biz 29 yumurtalı zəmbili satmağımızla. Və nəticə etibarilə nə olmuş oldu? Bütün şərt qaydalar ödənmiş oldu.
Ona görə doğru cavab nə olmuş oldu? Oldu. D variantı. Y variantı da artıq yanlış olmuş olacaq. Orasını da yoxlamağı buraxıram sizə. Və qəbula təkrar düşərmi? Düşər. Gözləyirəm. Ola bilər. Ona görə unutmayın. Keçdi indi növbəti suala. Düşsə bəlkə də elə birə-bir, bəlkə də yox. Böyük ehtimal birə-bir eyinsi olar. Uzaqbaşı bəzi variantlar üçün rəqəmlər dəyişər, amma əsas qaydanı yadda saxlayın, öyrənin. Gəldi indi bizim informatika suallarımıza. Aşağıda təsvir olunan paragraf lent qrupu hansı lent tabına məxsusdur? Sırf görüş ölçülərlə bağlı, səhifənin kənar boşluqları ilə bağlı tənzimləmələri var deyə, bu artıq bizdə olmuş olur page layout lent tabı. Əgər ölçü məsələsi olmasaydı bu şəkildə gözümüzün önündə, onda home lent tabı olmuş olacaqdı. Home'da da var paragraf 2 yerdədir. Gördü 2010. Sonra bu sual, bunu da nə vaxtsa salacaqlar imtahana, o il niyə bu il olmasın? Deyir ki, home lent tabının editing lent qrupunda fill düymə əmrləri siyahısından down, yəni aşağı doldur əmrini icra etdikdə üstün üzrə select olmuş, seçilmiş yəni xanalar hansı verilənlər əsasında doldururlar. Aşağını görüb tez aşağını yazmayın. Yoxsa aləmi qatacaqsınız bir-birinə. Oldu down doldurur aşağıya. Amma down aşağıya nəyi doldurur? Yuxarıda olanı. Yuxarıda birinci xanaya, yuxarıdakı xanaya daxil edilmiş verilənləri, birinci sətrə, birinci xanaya, yuxarıdakı verilənləri neynir? Aşağıya doğru doldurur. Orada daxil olmuş informasiyaları aşağıya doldurur. Ona görə nə olacaq? Yuxarıdakı xanaya daxil edilmiş verilənlərlə doldurur. Demir ki konkret hara doldurur. Hara doldurur desəydi aşağıya doldurur yazardıq. O qədər də sadə olmaz, düzdür? Down aşağıya doldurur. Hansı informasiyaları, yazıları? Yuxarıdakı xanaya daxil edilmiş verilənləri, informasiyaları, yazıları. Right desəydi soldakı yazıları sağa köçürəcəkdi. Up desəydi aşağıdakı yazıları yuxarı köçürəcəkdi. Left desəydi sağdakı yazıları sola köçürəcəkdi. Oldu. Ona görə D variantı. Sonra bizdə Power 2010 proqram PowerPoint-in lent qruplarla bağlı növbəti sualdır. Cədvəl əlavə eləyiriksə, birinci cədvəl gözümə dəydi. 2-yə A. Insert-dən əlavə edirik, bilirik. Sonra əsas elementi deyə slide bizim PowerPoint təqdimatımızın. Ona görə görürsünüz insert atdım artıq buradan. Bu bizdə home lent tabındadır. C. Yazımıram C. Transitions səhifələrin keçidləri ilə bağlı. Bu heç bir şey uyğun gəlmir. Design. Görürsünüz tema. Səhifəmizin mövzusu, rəngi, bununla bağlı olan əməliyyatlar haradadır? Dizaynda. Düşədə D. Review da həmin o qrammatik, orfoqrafik səhvlərlə bağlı anlayışların yer aldığı, əmrlərin yer aldığı lent tabımızdır. Deməli 1-ə C, home, 2-ə A, insert, 3-ə də D, design uyğun olmuş oldu. Bunu da biləndən sonra tullandıq növbəti suala. Bu bizdə keçən il yox, ondan əvvəlki il idi, ya keçən il idi. Bunu niyəsə unutmuşam. Belə bir sual idi, birə-bir eynisi idi qəbulda. Deyir ki, pr2.bas genişlənməli, yəni bas genişlənməli bu faylımızı konkret olaraq düzgün formada ifadə elə. C diskindən başladıq, C diskindən başlamalıdır variantımız. Digərləri getdi. Faylın tam adını müəyyənləşdirməliyik sadəcə. C diskindən baxın, pr2 basa doğru gəlməliyik. Əvvəlcə nəyə gəlməliyəm? İmanov qovluğuna. C diskindən sonra İmanov qovluğu gəlməlidir, bu da getdi. İmanovdan sonra pr2 basa gəlməyim üçün hər halda dataya getmərəm, proqa gəlməliyəm. Görürsünüz, davamında proq B-də yox deyə atdım. Proqdan sonra da gəlib həqiqətən də bu fayla çıxmalıyam. Qutardı, getdi. Yəni, belə bir sual. Özdə asan sayılmır. Bu asan suallar içərisində deyil. Oldu Y variantı, diqqətli olsanız rahat sualdır amma. Növbəti sual. Verilənlər bazasının fraqmentinə əsasən seçim nəticəsində boyu 165-dən kiçik olanları seçməliyik və 175-dən və ya 175-dən böyük olanları. Bizdə end kəsişməkdir. End olanda şərtlərin üstə düşdüyü sətirləri götürürdük. Amma or nədir? Or birləşmədir. Ona görə birləşdirib götürməliyik. İndi 165-dən boyu kiçik olanlar. Baxıram, 165-ə bərabər olanı götürənmərəm. Kiçik olanlar. Kiçik olan bir buradır, bir də elə buradır. Başqa bir yer yoxdur 165-dən kiçik olan. 175-dən böyük olana baxıram. 192 var. 175-dən böyük, bir də 180 var. Başqa bir şey yoxdur deyə 175-dən böyük olan, bu da qutardı. İndi ordu deyə hamısını götürəcəm. 2-ci sətir, 4-cü sətir, 6-cı sətir. 2, 4, 6 yazdım, amma tələsmirəm. Sualı bir də oxuyuram. Yazıların sayı, sətirlərin sayı neçə olar? 3 dənə olar. Doğru cavab ona görə nə olmalıdır? 3 dənə. Oldu. Bunu da bilmiş olduq. Gəldi indi 21-ci sual. İnformasiyanın kompüterə yazılması üçün
Verilənlər 20% sıxlaşdırılaraq kodlaşdırılır. Yəni, informasiya kompüterə yazılanda 20% nə olur? Azaldılır həcmi, arxivləşdirilir, sıxlaşdırılır. Daha sonra bu informasiya 64 megabit saniyə sürətlə şəbəkədən ötürülür. Mən bunu görəndə, FC bunu görəndə nə edirdi uşaqlar? Gör, sürətdən mütləq bir tənasüb çıxarırdı. Bunu yaddan çıxarmayın. 1 saniyəyə 64 megabit ötürür. Düzdür? İndir ki, kodlaşdırıldıqdan sonra ötürmək üçün neçə saniyə tələb olunar? Deməli, bizim faylımızın ötürülmə sürətini istəyir bizdən. 64 megabit 1 saniyəyə ötürülürsə, bizim faylımızın yaddaş tumunda hesablayacağıq, yazacağıq x saniyə. Görürsün, neçə saniyə istəyirsə, sadəcə saniyənin aşağısına x yazdım. İndi bura üçün əziyyət çəkməliyəm. Buranın həcmini tapıb oraya yapışdırıb qalacaq hesablamağım. Oldu? İnformasiya nə qədər sıxılırdı? 20% azaldılırdı göndərilməmişdən əvvəl. 800 megabaytdır. 20% bunu hesablamalıyam, sıxlaşdırmalıyam. 800 megabaytın %20'sini hesablayıram. Siz birbaşa qalan hissəsində hesablaya bilərsiniz. Bir problem yoxdur, o sizdən asılıdır. İxtisar elədim 100 ilə 800'ü. 8 qaldı, 20'yə vurdum, oldu 160 megabayt. 20% 160 megabaytdır. 20% qədər sıxılır. Yəni 160 megabayt qədər həcmi azaldılır. 800-dən 160 megabaytı çıxırıq, eləyir 640 megabayt. Tapdıq ki, faylımızın yaddaş tutumu sıxlaşdırılandan sonra 640 megabayt qalacaq. Biz bunu göndərməli olacaq. Bunu yükləmək olacaq, ötürmək olacaq. Oldu. Və yaxud da birbaşa 800-ün 20% sıxılırsa, bizə qalan neçə faizidir? 80%-dir. %80'ini də tapa bilərsiniz. Bu sizdən asılıdır. Oldu, riyazi hissəsidir bu. 8'i 80'ə vurduq, yenə oldu 640 megabayt. Oldu. İndi 64 megabit 1 saniyəyə ötürülürsə, 640 megabayt da yazırıq x saniyəyə. X bərabərdir. 1 vurulsun 640. 640 megabayt bölünsün 64 megabit. Oldu. Yuxarı megabaytla da aşağı megabitlə. Sizdən asılıdır. İstəsəz aşağıdakı megabiti megabayta çevirərsiniz bölmək üçün. İstəsəz megabaytı megabitə. Oldu. Sizə indi hansı rahatsa onu eləmiş olacaqsınız. Mən götürürəm 64 megabiti çevirirəm megabayta. Mən bunu nəyə görə belə tez düşündüm? Çünki baxın, böyükdən kiçiyə keçəndə vururuq da. 640 elə özü vurulduqca vurulub böyük ədəddir. Bunu biraz da vurub böyütmək əvəzinə düşünürəm ki, elə megabiti çevirsəm daha yaxşı olar. Bir problem yoxdur. Yəni siz tərsinə də eləyib, tam vurmayıb, ədəd kimi yanına yazıb ixtisarda eləyə bilərsiniz. İndi megadan megaya keçəndə, gör sadəcə 1'ə vururam. Gör səliqəli, tələsmədən. Oldu. Bitdən bayta keçəndə də niyə eləməliyik? Biz bilirik ki, 8'ə bölməliyik. Yəni 2 üstü 3'ə bölməliyik. İndi 64'ü 1'ə vurduq. 64 8'ə böldük. Oldu 8 megabayt. İndi bu 64 megabitin yerinə yazsaq 8 megabayt. Düzdür? İndi burada megabaytdır, burada megabaytdır. İndi 640'ı 8'ə böldüm. Olmuş oldu 80. Və nəticə etibarilə neçə saniyə tələb olunurmuş? 80 saniyə tələb olunurmuş. Oldu cavab D variantı. Bunu da bildiyimə görə keçirəm artıq irəlidəki sualımıza. Gəldik irəliyə. Verilmiş onluq ədədlərinin arasının ikilik sayı sistemindəki yazılışında 5 dəfə bir rəqəm iştirak edənləri seçin. Götürüb sadəcə 2'yə bölə-bölə gedəcəksiniz. Oldu. 47'ni 2'yə bölürsünüz. İçərisində neçə dəfədir? 23 dəfə. 2'yə vurduq 46. Qalıq qaldı 1. 23'ü 2'yə bölürük. 11 dəfə 2. 22. Qalıq qaldı 1. 11'i 2'yə böldük. 5 dəfə 2. 10. Qalıq qaldı 1. 5'i 2'yə böldük. 2 dəfə 2. 4. Qalıq qaldı 1. 2'nin içərisində 2. 2 dəfə. Daha doğrusu 1 dəfə 2. 2. Qalıq qaldı 0. Bu 1'i də götürürük. Sağdan sola oxuyuruq. Və nəticə etibarilə görürük ki, 47'nin ikilik sayı sistemindəki yazılışında 1, 2, 3, 4, 5 dənə 1'dən istifadə olunub. 5 dəfə 1 istifadə olunubsa bizə də elə bu ədədlər lazımdır. 1 bizdə mütləq olmalıdır. Görürsünüz, A'dır, C'dir, Y'dir, bunlar qalır. İndi fikir verin, 2'ni bir də yoxlamıram, yoxlayıram. 2'ni yoxlaya biləcəm, amma birinci eyni olanlardan başlayaq. Məsələn, A ilə C'də 3 var. Görək indi 3 doğrudur, yoxsa yox. Bunu yoxlayıram. 254'ü 2'yə bölə-bölə gedəcəm. Təbii ki, ayrı iki üstülərlə də yazıb eləyə bilərsiniz uşaqlar. Amma çox özünüzü, yəni elə şeylərə salmayın, imtahanda onsuz da rahat olacaq. Çox elə dəhşət axır günlərinizi oturub qəliz şeylər öyrənməyə sərf eləməyin. 254'ü 2'yə böləndə
İçərisində neçə dəfə olur? 127 dəfə. 1-1 də yaza bilərsiniz. 2-nin içərisində 1 dəfə, 5-də 2 dəfə, 14 qalır, 14-də də 7 dəfə. 127 dəfə 2, 254, qalıq qaldı buradan 0. Bunu dairəyə aldım. Düzdür? 127-ni 2-yə bölürəm. 63 dəfə 2, 126, qalıq qaldı 1. 63-ü 2-yə böldüm. Neçə dəfə olacaq? 31 dəfə 2, 62, qalıq qaldı 1. 31-in içərisində 2, 15 dəfə 2, 30, qalıq qaldı 1. 15-in içərisində 2, 7 dəfə 2, 14, qalıq qaldı 1. 7-nin içərisində 2, 3 dəfə 2, 6, qalıq qaldı 1. 3-ün içərisində 2, 1 dəfə 2, 2, qalıq qaldı 1. İndi baxırıq, tərkibində neçə dənə 1 var? 1, 2, 3, 4, 5, 6, 7 dənə. Deməli, 3 bizim cavabımızda olmayacaq. C variantını və A variantını atdım. Doğru cavab oldu. Y variantı oldu. Hər ikisinin olduğuna görə görürsünüz, 3-ü yoxladım, sonra 5-ə keçəcəkdim məsəl üçün mən. Bir də heç digərlərini yoxlamağıma ehtiyac qalmadı. Məncə artıq burada bir problem yaşamamalısınız. Bunları sizə buraxıram. Keçirəm özüm irəliyə doğru. Alqoritmin deyir, əsas xassələrinə uyğun gələn deyir, təyinatı müəyyən eləyin. İndi diskretlik deyir, alqoritmdəki addımlar və onları təşkil edən əməliyyatlar sonlu sayda olmalıdır. Xeyr, bu nəticəvilikdir. 1-ə A uyğun deyil. Nəticəvilik burada yoxdur deyə A harda varsa rahat-rahat o variantları da atıram. Fikir verin, A-nı atdım, birbaşa C variantı cavab olaraq qaldı. İndi C-yə baxaq. Məsələlərin həllinin yerinə yetirilmə alqoritmi ayrı-ayrı əməliyyatlara, addımlara. Görürsünüz, bir addım bitir, o birisi başlayır. Uyğunu deyir, birə həqiqətən də C uyğundur. Birə yazdıq C. Əla, burada bir problem yoxdur. Sonra bu C ilə də işimiz bitdi. Müəyyənlik xassəsi, dəqiq və bir qiymətli, bir mənalı, bu kimi sözləri gördünüzsə birbaşa götürə bilirsiniz. Görürsünüz, Y, alqoritmin hər bir addımı dəqiq və bir qiymətli, bir mənalı olmalıdır. 2-yə uyğun oldu, Y. 2-ni yazdıq, Y. Sonra 3, kütləvilik. Müəyyən məsələnin həlli üçün tərtib olunmuş alqoritm həmin sinifdə olan bütün məsələlərin həlli üçün yararlı olmalıdır. Bir də alqoritm elə təsvir olmalıdır ki, ondan bütün mütəxəssislər istifadə edə bilsin. 3-ə də uyğun oldu, B ilə D. Yəni doğru cavab oldu. C variantı. Tullandıq növbəti suala. 24-cü suala. Yenə bir alqoritm sualdır. A2-dir, B4-dür. Addım-addım düşürük aşağıya. Burada B 9-a bərabər deyib, götürüb aşağıya 9 yazmayın. Bu nə blokudur? Şərt blokudur. Siz götürüb sol tərəfə yazıb şərt hesablamalısınız burada. Burada böyük işarəsi, kiçik işarəsi olanı çaşdırmırsınız. Amma bərabər işarəsi olanda düşürsünüz şoka. Tez B-ni 9 görüb götürüb bura 9 yazanlarınız olur. Elə şeylər eləməyin. Oldu? Gəlirəm ha ora. Deməli A2-dir, B4-dür. Düşdü aşağıya. B-nin yerinə yazdıq 4. Yoxlayırıq. 4 9-a bərabərdir. Deyirik yox. Yoxla düşürük aşağıya. İndi B-nin yerinə 4-ü yazdıq. Üstünə 1 gəldik. Oldu 5. B-nin deməli sonuncu qiyməti 5-dir. Düşdüm aşağıya. A-nın yerinə 2-ni yazdıq. 2 dəfə 2 oldu 4. A-nın son qiyməti 4-dür. Fırlandıq gəldik bura. Bu səfər B-nin yerinə 5 yazırıq. 5 9-a bərabərdir. Deyirik yox. Düşdük. 5 plus 1. B neçə oldu? Oldu 6. B-nin artıq son qiyməti 6-dır. A-nın yerinə 4 yazdıq. 4 dəfə 2 8. A-nın artıq son qiyməti 8-dir. Sonra nə etməliyik? Təbii ki, yenə 5 qiymətinə görə də buranı dövr elədik, qutardıq. İndi gəlib B-nin yerinə 6 yazırıq. 6 9-a bərabərdir? Yox. Düşdük. B-nin yerinə 6 yazdıq. Üstünə 1 gəldik. Oldu 7. Düzdür? B-nin 7 olduğunu bildik. İndi düşdüm aşağıya. A-nın son qiyməti 8 idi. 2-yə vurduq. Oldu 16. Geriyə qayıtdıq. Gəldik bu hissədə bu səfər. B-nin yerinə nə yazırıq? Yazırıq 7. 7 9-a bərabərdir. Deyirik yox. Düşdük aşağıya. 7 yazdıq. Üstünə 1 gəldik. Oldu 8. Görürsünüz yazdım bura 8. İndi A-nın son qiyməti 16 idi. 2-yə vurduq. Oldu 32. A-nın son qiyməti 32-dir. Fırlandıq gəldik bu tərəfə. İndi bu səfər 8-i yoxlayırıq. 8 9-a bərabərdir. Deyirik yox. 8-in üstünə 1 gəlirik. Olur 9. B-nin son qiyməti 9-dur. A-nın yerinə 32-ni yazdıq. 2-yə vuranda 64. A-nın da son qiyməti 64-dür. İndi axır ki qutara bilsək, planşet belə dözmədi. Axır ki, görürsünüz B-nin qiyməti 9 oldu. Dövrümüzü eləyirik. Yazırıq bura 9. 9 9-a bərabərdir. Deyirik şükür Allaha. Hə. Hə ilə axır ki qutardıq. Bizdən nəyi soruşurdu? Deyir ki, yerinə yetirilməsindən sonra A dəyişənin qiymətini təyin eləyin. A da neçə oldu? 64 oldu. Ona görə doğru cavab olmalıymış. A variantı. Bunu da bildik. Qaldı bir dənə son sualımız. Bu sualda da qısa qayda kimi çıxarmışdıq ki,
Söz birləşməsi formasında düzdür, 2 sözdən ibarətdir. Bir-birinə bənzər olan sətirləri toplayırsınız, fərqli olanı çıxırsınız. 3600 ilə 1300-ü toplayacaqsınız. Almış olacaq bu ikisi bir yerdə 4900. 4900-dən nəyi çıxırsınız? Fərqli olanı. Oxşar olmayanı bunlara. 2100-ü. Nəticə etibarilə nə olmuş olur? 2800. Doğru cavabımız. Bunu da tapmış olduq. Və yaxud da başqa cür olardı. Bura təkcə məsəl üçün verilərdi qərənfil. Onda qərənfillə məsələn gülləri toplayıb digərini çıxacaqdınız. Təbii ki, onda da müsbət bir ədəd vermiş olacaqdı. O şəkildə verəcəkdilər ədədi. Oldu. Qısacası ya iki sözləri toplayıb tək sözünü çıxırsınız, ya da tək sözləri toplayıb iki sözlü olan bir dənə sətrin qiymətini çıxırsınız. Ondan da olub bitmiş olur. Bu sualda biləndən sonra axır ki, yekunlaşdırmış olduq. Təbii ki, bundan sonraki günlərdə də bu sınaqlarımız davam edəcək, amma bundan sonra artıq məxfi qrupda paylaşılacaq. WhatsApp qrupunuzdan yox, məxfi qrupa keçid edib oradan daxil olacaqsınız bu linklərə. Növbəti sınaqlarda görüşərik. Əslində həvəsdən düşmürük. Uğurlar, hələlik.